Salam, bugün 7-ci sinif 1-ci hissədən 3.3 təbiətdə sərbəst şəkildə tapılan mühüm kimyəvi birləşmələr mövzusunun suallarına baxacağıq bir yerdə. Öyrəndiklərinizi tətbiq edin hissəsinə baxaq. Əvvəlcə aşağıdakı sxemi dəftərinizə köçürün. Xətləri oxlarla əvəz etməklə verilmiş sxem əsasında süxurların bir-birinə çevrilməsini əks etdirən sxem tərtib edin. Burada maqmatik süxurdan çökmə süxur əmələ gəlir. Çökmə süxur və maqmatik süxurdan isə metamorfik süxur əmələ gəlir. Deməli, maqmatik süxurlar küləyi və yağış sularla parçalanması, düzənlik ərazilərə daşınması və tədricən heyvan və bitki qağları qarışıq çökməsi ilə əmələ gəlir. Çökmə süxurlar. Sonra isə baxaq, metamorfik süxurlar necə əmələ gəlir? Tədricən orada da maqmatik və çökmə süxurların sıxılmasından əmələ gəlir bu süxurlar. Ona görə ox işarəsini belə qoyuruq. Bunu da əsaslandırdıq fikrimizi. Yəni bu maqmatiklə çökmədən metamorfik ikisi bir yerdə alınır. Çökmə süxurda ilə maqmatik süxurdan alınır. Sonra baxaq, öyrəndiklərinizi yoxlayın hissəsinə. Obsidian, qranit, bazaltın tərkibi və xassələri üçün ümumi olan nədir? Bunlar üçün hamısının tərkibi sesium O2-dən ibarətdir deyirik. Və xassələrinə gəldikdə, bunlar hər üçün maqmatik süxurdur, sərtdir və davamlı süxurlardır. Sərt və davamlı yaza bilərsiniz birinci sualın cavabı olaraq. Sonra ikinci suala baxaq. İfadələri uyğun olaraq Euler-Venn diaqramına əsasən ayırın. Əhəng daşı verilib, mərmər verilib. Davamlı və bərkdir. Davamlı və bərk olan, daha doğrusu əhəng daşıya nisbətən davamlı və bərk olan mərmərdir. Məsaməli olan əhəng daşıdır. Əsas tərkib hissəsi kalsium karbonatdır deyirsə, hər birinin əsas tərkib hissəsi budur elə. 3 də bura aiddir. Buna səbəb nədir? Bu çökmə süxurdur əhəng daşı, onlar məsaməli olur. Mərmər isə metamorfik süxurdur, onlar da davamlı və bərk olur. Gün suala baxaq. Azər stəkanda olan suda müəyyən miqdar xörək duzu həll etdi. Onu günəş işığı bol düşən yerə qoydu. Bir müddətdən sonra su tamamilə buxarlandı. Stəkanın dibində kiçik duz parçalarına ibarət təbəqə əmələ gəldi. Sonra onun üzərinə ağır bir əşya qoydu. Bir neçə gün sonra bu təbəqənin sərt və möhkəm olduğunu müşahidə etdi. Duzlu göllərin dibində əmələ gələn xörək duzu təbəqəsi hansı süxurlara aiddir? Fikrinizi əsaslandırın. Bu süxurda tədricən hansı dəyişiklik baş verir? Alınan bu mineral hansı süxurlara aiddir? Əvvəlcə bəninə cavab yazaq. Deməli, xörək duzu təbəqəsi hansı süxurlara aiddir? Bu çökmə süxur olacaq və fikrimizi əsaslandıraq. Burada deməli nə baş verir? Gölün dibində əmələ gələndə göldə və yaxud da dənizdəki deməli duzlar, suyu buxarlanır. Onun nəticəsində dibdə kristal şəklində çökürlər olar. Ümumiyyətlə bu proses bioloji və mexaniki deyil, kimyəvi yolla maddələrin suda həll olub, sonra çökməsi ilə baş verən prosesdir. Sonra B-yə baxaq. Bu süxurda tədricən hansı dəyişiklik baş verir? Baxın, burada neynədir? Görürsünüz, bu da buxarlandırdı. Kristal şəklində dibə çökdü. Tədricən hansı dəyişiklik baş verir deyirsə, bu normalda deməli xörək duzu idi, sonra kristal vəziyyətinə gəldi. Sonra isə bu artıq məsaməli də olur, çökmə süxurlar. Çünki ona artıq belə deyək də yuxarıdan təzyiq də göstərib. Ona görə sırf bu mineralın hansı süxura aid olduğunu istəyir bizdən son sualda da, bu da olacaq çökmə süxuru. Burada cavab kimi çökmə süxuru yaza bilərsiniz.
Üçüncü sualı nəzər salaq. Azər stəkanda olan suda müəyyən miqdar xörək duzu həll etdi. Onu günəş işığı bol düşən yerə qoydu. Bir müddət sonra su tamamilə buxarlandı. Stəkanın dibində kiçik duz parçalarından ibarət təbəqə əmələ gəldi. Sonra onun üzərinə ağır bir əşya qoydu. Bir neçə gün sonra bu təbəqənin sərt və möhkəm olduğunu müşahidə etdi. A bəndi duzlu göllərin dibində əmələ gələn xörək duz təbəqəsi hansı suxurlara aiddir? Duz göllərin dibindən əmələ gələn xörək duzu ümumiyyətlə bu suxurun əmələ gəlmə prosesinə nəzər salsaq, orada da buxarlanma hadisəsi baş verir. Sonra isə çökmə hadisəsi baş verir. Yəni burada çökmə suxurlara aiddir. A-da yazırsınız çökmə suxurudur. Sonra fikrinizi əsaslandırın deyir. Bu da bayaq dediyim kimi deməli. Əvvəlcə göldəki deməli suyu buxarlanması hadisəsi baş verir və oradakı duzlar dibə kristal şəklində çökürlər. Ona görə bu deməli suxurlar çökmə suxuru adlanacaq. Sonra B-yə baxaq. B-də isə deyir ki, bu suxurda tədricən hansı dəyişiklik baş verir? Alınan bu mineral hansı suxurlara aid? Alınan bu mineral yenə çökmə suxurudur. Ümumiyyətlə nə dəyişiklik verir? Gəlin baxaq. O duzlar suyun buxarlanması ilə dibdə kristal şəklində yığılır. Birinci olaraq kristal şəklində yığılacaq. Kristal kimi yığılır. İkinci olaraq bərkimə mərhələsi gedir artıq. Burada görürsünüz, orada deyir ki, üstünə ağır əşya qoyur. Ağır əşya qoyur, yəni təzyiqi artırır. Orada da su sıxılır. Kristallar bir-birinə sıx bağlanır. Bərk duz təbəqəsinə çevrilir burada. Bərk duz təbəqəsi yaranır. Kristallar bir-birinə sıx bağlanır. Belə də yaza bilərsiniz. Kristallar bir-birinə sıx bağlanır. Bağlanır da niyə birləşir də toplanır bir yerdə? Son olaraq isə deməli, bu dərinlikdə də yenə dərinlik artdıqca təzyiq artmış olur axı. Söhbət indi bu Azərin elədiyindən gedirsə, artıq dibdədir də o. Yenə təzyiqdə müddət getdikcə su daha çox artır. Orada artıq kristallar böyür, suxurun quruluğu dəyişir. Sonra kristal böyüyür yaza bilərik. Sadə şəkildə. Yəni, söhbət Azərin elədiyindən gedir də göldəki prosesi təsvir eləmir, onda daha ətraflı yaza bilərik. Belə, bu qədər. Sağ olun.